Sizin sözünüzü kəsmirəm. Mən sizə dedim ki, baxın, mənim gətirdiyim dəlillər nədir onda? Soğan qabığıdır. Harası şahid oldu? Bunun hansı şahidi oldu ki? Söhbət ondan gedir. Milletin gözünə kül üfürürsün, deyirsin mən danışdığım soğan qabıdır. Soğan qabığı olsa yaxşıdır, soğan qabığının faydası var. Soğan qabığı belə deyil. İnsanları aldadırsınız, hədisi yalandan şəhid deyirsiniz, bu bir. İkincisi, həmin hədisdə deyir ki, lən yəcməə ümməti alə dalaləti. Aldadana mən də sizə gətirdim əsrimizin 2 dənə təxricat elmi, hədis təxricatı elmi barədə əsrimizin 2 dənə ən böyük aliminin sözü, hansı ki onlar hədislərin turuqlarını və şavahidlərini cəm edərək hökm ediblər. Məsələ burada bundan gedir, hüccət qaynağı. Hüccət kitab və sünnətdir, bunun xaricində hüccət yoxdur. Kim dəlil gətirirsə, Quran və sünnətdən dəlil gətirməyə borcludur, əgər müsəlmandırsa. Canlıda olan elm əhliləri özləri Quran və sünnəyə dayanır. Yəni belə deyir ki, o sizi bildirdiyimiz kimi icmanı, necə deyim, bizim hüccət qəbul etdiyimiz kimi qəbul etmirlər. Çünki mən tam anlamadım, niyə hüccət qəbul etmirlər? Ümumən belə. Yəni bu haqda inşallah qarşılıqlı danışsanız, əlhəmdülillah, dinləyərik. Baxın, icmanın yəni istidlalı daha güclüdür. Niyə görə? Çünki o məsələdə ittifaq var. O məsələdə, müəyyən bir məsələdə yekdillik var, yəni. İstidlal etmək baxımından icma daha üstündür. Çünki biz deyirik, məsələn, Quran və sünnə, elə Quran və sünnədə, məsələn, ayələrin təfsirində, hədislərin şərhində, istidlalında, istinbatında və s. alimlər ixtilaf edib, biri belə deyib, biri belə deyib, misal üçün, amma icmada deyil. Ona görə bəzi alimlər icmanın istidlalının Quran və sünnədən daha üstün olduğunu qeyd edirlər. Daha güclü olduğunu niyə görə qeyd edirlər? Niyə görə? Çünki o məsələdə bir dənə rəy var. Baxın, bir dənə rəy var və bütün, misal üçün bir dənə örnək deyim, misal deyim, yəni. Məsələn, əhl-i sünnə vəl cəmaat Allahın yəd sifəti məsələsində icma edib. Baxın, əlhəmdülillah. İndi bu icmaya kim müxalif qalsa, yəni çıxıb desə ki, fərqli ifadələr də və ya məfhumlar istifadə etsə, nə olur? Yəni, icmaya müxalif olur da, elə, yəni, ya təfvid etsə, ya nə bilim, tətil etsə və s. Amma sələf axı ispat edib və ittifaq edib və ya icma edib. Bunun istidlalı daha güclüdür. Baxın, istidlal məqamı olaraq. Məsələ budur. İndi bilmirəm, siz nə ilə əsaslandırırsınız icmanı rədd etməyi. Hər halda o gün bir nəfərlə söhbət eləyəndə o dedi ki, bəs şeydir, mən hədis gətirdim ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, bəs ümmətim əsla zəlalət üzərində toparlana bilməz, icma edə bilməz. Yəni ona görə Şeyxülislam İbn Teymiyyə də deyir ki, o məsələlər ki, hansı ki ümmət icma edib, mühəqqəq ki, o icmaların dəlilləri vardır. O məsələlərin dəlilləri vardır, yəni şəri dəlilləri, yəni Quran və sünnədən. Yəni ola bilməz ki, ümmət bir məsələdə icma etsin, bu mümkün deyil. Niyə görə? Çünki Quran və sünnə hidayətin mənbəyidir. Necə Allah Rəsulü deyəndə ki, ümmətim əsla zəlalət üzərində ictima edə bilməz, toplana bilməz. Bundan murad o götürülür ki, o murada dəlalət edir ki, yəni ümmət nə üzərində icma edibsə, o
Quran və sünnəyə əsaslanır. Yəni hidayətə əsaslanır. Çünki zəlalətin əksi nədir? Hidayətdir. Bəllidir, mərufdur. Bu qədər müxtəsər. Giriş kimi. İndi Aleyküm salam. İndi kim məsələn əks qövlü şey edirsə, onu əsaslandırsın, belə deyək. Bu qədər. Hələlik. Yaşar müəllim, icmanın hüccət olub olmadığını siz açıq demədiniz. İcma şəri bir hüccət Yox, sayılır. demirəm, mən demədim. Əgər mən sizin, biz necədir? Bilirsiniz? Yəni, dəlili iddiaçı gətirməlidir. Əd-dəlilu aləl müddəyi. Belə bir qayda var. Aydındır? Dəlili, məsələn, biz ispat edirik. Yəni, biz inkar edən tərəf deyilik ki, dəlili biz gətirək. Hüccətin, daha doğrusu, icmanın hüccət olması barədə dəlilləri gətirə bilərəm, problem deyil. Yəni, bu bizim üçün şey deyil. Mən sadəcə sizin icmanı rədd edərkən hansı dəlillərə istinad edərək rədd etməyinizi bilmək istəyirəm. Murad budur. İcmanın hüccət olmasının mən dəlillərini gətirim, problem deyil. Buyurun, mən onu soruşdum da Yaşar müəllim. İstəyirsiniz 5 dəqiqəyə, 5 dəqiqəyə. Mən qısaca, uzatmadan bunu bəyan edin. Qısaca yəni. İcmanın, yəni dəlilləri hüccət olmasını Anladım Yaşar müəllim. 5 dəqiqə siz baxarsınız. O dediyiniz hədisi də zikr edərsiniz qaynağı ilə. Hə, bəli. Onun biz keçən dəfə bəyan etdik. Bilmirəm, siz duydunuz ya yox. Yox, eşitməmişəm. Xəyal qardaş bir dənə hədis zikr elədi. Tirmizinin sürədində. Bəli, bəli, bəli. Həmin hədisin, yəni səhihlikdən payı yoxdur axı müəllim. Yox, deyərəm mən indi həmin hədisi. Həmin hədisi deyərəm, problem deyil. Mən oxudum müəllim burada. Oxudum. Yox, niyə görə payı yoxdur? Bax, sən nəyə istinad edib deyirsən ki, payı yoxdur? Alimlərin sözlərinə görə. Hansı alimlərin? İmam Deyinən də Buxari. məsələn. İmam Kim? Buxarinin. İmam Buxarinin. İmam Buxari o hədis barədə nə deyib ki? Heç nə deməyib. Əminsiz Yaşar müəllim. Yox, nə deyib ki, bir dəqiqə, harada var o mənbə? Mən belə bir şeyə rast gəlməmişəm. Bax, həmin hədis, hansı ki, İmam Tirmizinin sünənindədir. Hədisdə deyilir ki, İnna Allaha la yecmə'u ümməti əv qalə ümmətən Muhammedin sallallahu aleyhi və səlləm alə dəlaləti və yədullahi mə'əl cəma'a. Elə? Və mən şəzzən ilənlər. Hədisin sonu. Yəni bu hədisi İbn Ömər rəvayət edib, bu bir. Şeyx Albani deyir ki, rahiməhullah, deyir bu hədis səhihdir və mən şəzzə ləfsinə qədər. Yəni bu nə demək? O deməkdir ki, yəni bu hədisin çeşidli turuqları var. Elə turuqları var ki, rəvayət olunub müxtəsər, qısa, elə turuqları var ki, rəvayət olunub ziyadəli, yəni və mən şəzzə ləfsi ilə, hansı ki, Tirmizidə o ləfsi gətirir bu şeydə, bu kitabda da belə deyək. Hə, Şeyx Albani deyir ki, səhihdir o ləfsinə qədər, yəni və yadullahi mə'əl cəma ləfsinə qədər olan hissəsi hədisin səhihdir. Bu bir. İkincisi, Şüeyb Arnavud, həmçinin Sünən-i Tirmizinin təxricində deyir ki, 4-cü cild 339-341-ci səhifədə hədisun həsanun əv sahihun bituruqihi və şəvahidihi və həzə isnadun dayif. Lakin, deyir, bu hədis həsəndir ümumən, ümumi hökmü. Bu hədisin ümumi hökmü ya həsəndir və ya səhihdir. Çünki mən keçən dəfə söhbət eləyəndə deyəsən siz idiniz, səhv eləmirəmsə.
Mürşid bəy. Məşriq Ha, danışma. ha, siz değilsiniz. Tamam, olabilir. Səhv saldım. Ha, başka biriymiş. Tamam, onda mən dedim ona, onunla söhbət edirdim. İlk dəfə bu məsələni qaldırdı. Mən dedim ki, bu hədis ya səhihdir, ya həsəndir, yəni. Çünki düzdür, bu hədis barədə müəyyən məqal var. Müəyyən bir sözlər demişlər bəzi alimlər, lakin bu hədis, onların nəsə deməsi bu hədis barədə, hədisin həsən olmasına və ya səhih olmasına bir şey gətirmir, xələl gətirmir. Bu qədər hədis barədə müxtəsər. Müxtəsər yəni. Amma icmanın hüccət olmasının dəlillərinə gəlincə, ən birinci, məsələn, dəlil Quran-ı Kərimdən Ən-Nisa surəsi 115-ci ayədir. Ayədə qeyd olunan Səbiləl müminin. Birinci ayəni qeyd edim ondan sonra. Allah subhanahu wa ta'ala deyir ki, ayədə və mən yuşaqiqir rəsulə min ba'di mə təbəyyənə ləhul hudə və yettəbi qeyrə səbiləl müminə nuvəllihi mə təvəllə və nuslihi cəhənnəmə və səət məsira. Deyir ki, kim ona hidayət yolu bəyan edildikdən sonra Peyğəmbərə qarşı olarsa və möminlərin yolundan başqasına tabi olarsa, onu getdiyi yola yönəldərik, yəni dünyada, yəni Allah subhanahu ta'ala demək istəyir və nuslihi cəhənnəmə və axirətdə də onu cəhənnəmə vasil edərik. Və bu nə pis sonucdur və ya bu nə pis taleydir, belə deyək. Ən-Nisa surəsi 115. Bax, bu ayədəki səbiləl müminindən murad məhz möminlərin və ya müsəlmanların icmasıdır. Çünki ayənin məfhumul müxalifəsi səbiləl müminindir, yəni möminlərin yolu. Möminlərin yolu deyəndə də burada möminlərin icmasını qəsd edilir. Aydındır, bilməm, anlada bildimmi yəni? Bax, ən güclü dəlil budur. Məsələn, ayənin təfsiri barədə də İbn Kəsir deyir ki, vəlləzi əvvələ aleyhi şafiiyyü rahiməhullah fil ihticaci ələ kavnil icmayi hüccətən təhrimu müxalifətuhu həzihil ayətil kərimə bədə təravi vəl fikri tavil və huvə min əhsənil istinbatati və əqvəhə. Baxın, deyir ki, İmam Şafii bu ayəni, yəni, belə təfsir edib ki, belə şərh edib ki, bu ayə icma üzərinə, icma olmanın üzərinə ihticac edilməsi üçün, yəni, ən güclü dəlildir və bu ayə icmaya müxalif olmağın haram olmasına dəlildir. Bax o, haram olmasına dəlil. Səbilül müminindən murad icmadır məhz. Yəni, məsələn, sahabələr icma ediblər. Baxın, icmada üç qismdir, üç növdir. İcmanın növləri var, üç qismdir. Birinci qism, icmaul am deyilir ona, ümumi icma. Yəni, bütün əsrlərdə, birinci əsrdən, elə, biz indi 15-ci əsrdəyik də hicri. Birinci əsrdən 15-ci əsrə qədər olan bütün, belə deyək, əhl-i sünnənin və ya sələfilərin icma etməsidir. Bu bir. İkincisi, icmanın növlərindən. Sahabələrin icmasıdır. Bir ceyl olaraq, yəni bir nəsil olaraq. İkinci də, yəni, üç nəsildən sonra, yəni üç dənə ən fəzilətli nəsildən sonra olan, məsələn, hər hansı bir əsrin nümayəndələrinin icması. Misal üçün, misal göstərmək olar, məsələn, siqaretin haram olmasına
üzərində icma edilib və əsrin və ya 2-3 əsr son əsrin alimləri bunun üzərində icma ediblər yəni. Hə, və başqa dəlillər də var. Məsələn, Əl-Bəqərə surəsi 143-cü ayə. Qıssaca keçirəm. Təfsilatla bəyan eləmirəm ki, bəyanım uzun olmasın. Ən-Nisa surəsi 59-cu ayə var ki, ayədə qeyd olunur ki, فَاِنْ تَنَزَّعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ اِلَى اللّٰهِ وَالرَّسُولِ. Burada da yenə də yəni bir rəyə qayıdış var. Baxın, əgər Allah Subhanahu taala deyir ki, yəni əgər hər hansı bir məsələdə ixtilaf etsəniz, onu Allaha və Rəsuluna qaytarın. Yəni bir rəyə qaytarın. Yəni ictima edin. Baxın, ictima edin Quran və sünnət üzərində. İctima edin Quran və sünnət üzərində. Yenə də burada icma qəsd olunur. Yəni ki, bir rəydə toplanın. Bax bu. Sonra başqa bir ayə. Bunun məsələn təfsirləri də var bu ayələrdə. Yenə də deyirəm ki, təfsilata girmirəm. Bu qədər yəni. Qıssaca yəni uzatmadan. Tamam Yaşar müəllim, mən sizi dinlədim. Əvvəlcə istilal etdiyiniz hədisi yəni oxuyaq. Bəli. Həmin hədis 2167 nömrəli rivayətdir İmam Tirmizinin sünənində. Bəli. Orada da belə deyir. Həddəsənə Əbu Bakr ibn Nafi el-Basri qalə həddəsəni el-Mu'tamir ibn Süleyman qalə həddəsənə Süleyman el-Mədəni an Abdullah ibn Dinar an ibn Umar anna Rasulullah sallallahu aleyhi və səlləm qalə İnna Allah la yecma'u ummeti ev qala ummete Muhammedin sallallahu aleyhi ve sellem ala dalaletin ve yedullahi ma'al cema'a ve men şedde ilen nar. Hadis bu şəkildədir, isnadı və mətni. Hədə hadithun qaribun min hədəl vəchi və Süleyman el-Mədəni və indi Süleyman ibn Sufyan və qad raba anha Abu Davud və Tayalisi və Abu Amr el-Aqadi və qeyru vahidi min əhlil ilm. Hədisin qarib olduğunu Tirmizi özü deyir və Süleyman el-Mədəni üzərində danışır ki, o da Süleyman ibn Sufyan el-Quraşidir. Yahya ibn Ma'in bir rivayətdə onu tanımıram deyib, digər rivayətdə siqa deyil deyib, Abu Bakr ibn Əbi Xaysəmənin rivayətində leysə bir şey deyib. İmam Ali ibn-Mədini rava əhadisə münkara deyib, münkar hədislər rivayət edir. İmam Buxari deyir ki, münkarul hədisdir. Əbu Hatəm el-Razi daiful hədisi yarvi anittikati əhadisə münkara. Hədisi zəif olan birisidir, siqa kimsələrdən münkar hədislər rivayət edir. Və bu şəkildə alimlərin qovlu var, yəni onu siqa deyən heç bir alim görmədik biz. Nətər eləyək Yaşar müəllim? Baxın, hədisin turuqları və şavahidləri var. Buyurun, turuq və şəvahidlərini zikr edin də müəllim. Yoxdur axı, mən görmürəm burada. Bir dənə Tirmizi rivayət edib həmin bu hədisi. Yox, bax, Şuayb Arnavut. Şuayb Arnavut müasirdir müəllim. Baxın, doğrudur, sizin dedikləriniz doğrudur. Baxın, Şuayb Arnavut nə dedi? Şuayb Arnavut dedi ki, oxuyuram indi onu. Siz necə iqtibas elədiniz? Tam oxuyum, Şuayb Arnavutun sözlərini tam oxuyum və tərcümə edim. Yəni, qıssa da, belə deyil, tam olmasa da. Yəni, nə deyir Şuayb Arnavut? Mən tam oxumadım, yəni, bir parçasını oxudum. Şuayb Arnavut deyir ki, baxın, hədisun həsənun av sahihun bi turuqihi və şəvahidihi. Əyyir hədis. Bu hədis, yəni həmin hədis də oxuduğumuz hədis. Bu hədisin mən oxuduğum Tirmizidəndir. Siz Arnavutun qovlunu oxuyursunuz, deməli Əhmədin Mustafa'dan oxuyursunuz. Yox, bax, bir dəqiqə, Mürşid bəy. Arnavutun həmin hədisin şərhidir, yəni Tirmizinin şərhini edib, təxricatını edib. Həmin hədisi şərh edib, təxric edib. Başa düşdünüz? Tamam, həmin hədisi gətirir, Şuayb Arnavut və qrupu da belə deyir, tək eləməyib onu. Sonra görün nə deyir. Sonra gətirir, bax, deyir ki, bir turuqihi və şəvahidihi və sonra nə görün nə deyir. Və həzə isnadun daif, yəni İmam Tirmizinin rəvayət etdiyi bu isnad deyir, zəifdir, doğrudur. Və sonra deyir ki, və fi sənədi sizin dediyiniz kimi.
ve fi senedihi Süleyman ve huve İbni Sufyan el-Medini da'afahu gayru vahidin minel eyyimme. Deyir ki, bu isnad zəifdir, səbəbi də sənədində Süleyman adlı şəxsin olmasıdır. O, İbn-i Sufyan el-Medinidir və onu imamlardan bir neçəsi qeyru-vahidin zəifliyib. Və sonra deyir ki, və əxrəcəhu Ət-Taberani 2 sənədlə vəl-Hakim həmçinin 2 sənədlə və İbn Əbi Asim və fil-Bəb ən Əbi Basra əl-Ğifari ində Əhməd nömrəsini də gətirir 27224 və sonra deyir ki, başqa bir sənədləri gətirir hamısını Şüeyb Arnavud və deyir ki, və ən Əbi Malik əl-Əşari ində Əbi Davud və Taberani fil-Kəbir və fi Müsnəd-i Şamiyyin və ən İbn Abbas indəl Hakim və ən Ənəs İbn Malik ində İbn Məcə və İbn Əbi Asim fi Sünnə və ən Kəb İbn Asim ində İbn Əbil Asim fi Sünnə və Daraqutni və ən Qudamə İbn Abdillah el-Kullabi indəl Hakim və ən Amr İbn Qeys ində Darimi mürsələn və ən Əbi Məsud ində Taberani vəl-Hakim və İbn Əbi Asim fi Sünnə və ən Həsən mürsələn bi sənədi ricalihi siqat ində Taberani və həzihi şavahid və in kənət la yaxlu min da'fi yətəqavva ba'duha bi ba'd və yaşuddu əzəruha hədisu Ənəs fi sahiheyni ənin Nəbi sallallahu aleyhi və səlləm mərrə bi cənazətin fəəsnəv aleyhə xeyrən və qalə vəcəbət sümmə mərrə bi əxər bi uxra fəəsnəv şərrən fəqal vəcəbət fəqilə ya Rasulallah ləm deyəm bir dəqiqə limə qultə həzə vəcəbət və lihəzə vəcəbət. Yəni Allah Rəsuluna sorurlar. Bilməm, tərcümə eləməyə ehtiyac varmı? Xeyr, ehtiyac yoxdur. Hə, yəni şavahidləri var hədisin ki, bəziləri yəni zəiflərdəndir, xali deyirlər, lakin bəzilərini gücləndirir. Və onlardan da biri Ənəsin hədisi də hansı ki, səhiheyində, Buxarı və Müslümdə ki, Allah Rəsulu bir dəfə bir yerdə olarkən bir cənazə apardılar və cəmaat ona xeyrlə səna etdi və Allah Rəsulu dedi ki, ona vacib oldu və biraz keçdi, başqa bir cənazə gətirdilər, keçdi, onun şərrinə səna etdilər, yəni pislədilər onu ətrafdakılar. Və Allah Rəsulü da dedi ki, onun üçün vacib oldu. Və cəmaat da bunu eşidəndə soruşdu ki, ey Allahın Rəsulü, onun üçün belə dedim, vacib oldu, bunun üçün belə dedim, vacib oldu. Bu nə demək? Və sonra deyir ki, qalə, şəhadətil qavm əl-müminun, şühədaullahi fil ardi və fi ləfsi muslim, mən əsneytum aleyhi xeyrən, vəcəbəd ləhu cənnə. Və mən əsneytum aleyhi şərra vəcəbət ləhu nər. Deyir ki, yəni qövm şahid olan bir qövmdür. Möminlərə yeryüzündə, yəni möminlər yeryüzündə Allahın şahidləridir. Müslümin rəvayətində qeyd olunur ki, ləfsində, siz deyir, səna etdiniz, birinci cənazəyə, xeyrlə və onun üçün cənnət vacib oldu və sonra o birisi üçün həmçinin şər ilə səna etdiniz və onun üçün də cəhənnəm vacib oldu. Əntum şühədaullahi fil ardı sələsən və üç dəfə dedi ki, siz yer üzündə
Allahın şahidlərisiniz. Bax, bu rəvayəti gətirir, sonra deyir ki, Şüeyb Arnavut axırda. Və əxracu Əhməd fi musnəd bi sənədin həsən məvqufən alə İbn Məsud və fihi fəmə rəə muslimun həsənən və huvə Abdillah həsən və huvə indallahi həsən və mə rəu şeyən və huvə indallahi seyyə və qalə heysəmi fi məcmu və bədə ən əvradul hədisi tabarani. Yəni, burada söhbət nədən gedir? Bax, baxın, Şüeyb Arnavut bu hədisi niyə gətirir? Ona görə gətirir ki, yəni, əgər müsəlmanlar bir şəxsin, məsələn, xeyr ilə şəhadət edirsə, yəni, bu da bir icmadır və ya şər ilə səna edirsə ona, yəni şey edirsə, vəsf edirsə, bu da bir icmadır və o cür qəbul edilir. Yəni, demək istəyir ki, artıq o, siz yeryüzündə Allahın şahidlərisiniz və o artıq Allahın dəlilidir, qiyamət günü dəlili olacaq ki, o şəhadətə görə və ya o icmaya görə rəylərdə filankəslər cəhənnəmə gedəcək, filankəslər cənnətə gedəcək. Bunun üçün gətirir Şüeyb Arnavut. Lakin bu hədisin turuqları var ki, bəzilərini gücləndirir qardaşım. Və bütün rəvayətləri Şüeyb Arnavut qeyd edir və hədisin, deməli, təxricin də başında açıq aydın qeyd edir ki, bu hədis həsəndir və ya səhihdir. Bu qədər. Muxtasar. İxtilaf eləməyin daha düşünürəm yeri yoxdur. Yəni, bu qədər. Yaşar müəllim, ixtilaf eləməyin yeri yoxdursa, yəni demək istəyirsən mən danışmayayım, çıxım gedim, yoxsa nə anlamadım. Yo, əstəğfurullah, nə danışın. Yəni, hədisin hökmündə ixtilaf eləməyin, bunu demək istəyirəm. Niyə görə danışmırsın? Niyə ixtilaf etməyin? Yo, baxın, iki dənə, əsrimizin iki dənə böyük alimi, alimlərindən biri deyək də, belə deyək. Şeyx Albani açıq aydın deyir. Bax, Şeyx Albani deyir ki, baxın, siz o məsələyə heç toxunmadınız. Şeyx Albani deyir ki, sahihun dunə və mən şəzzə. Yəni, hədis deyir, səhihdir, lakin və mən şəzzə ləfsindən başqa. Hədis səhihdir, baxın. Niyə görə siz alimlərin təxricatına şey eləmirsiniz? Nə bilim, etimad eləmirsiniz. Bunu deməksə, mən sizə demirəm ki, danışmayın, danışın. Yəni, bu hədisin hökmündə, yox, hədisin hökmündə ixtilaf eləməyək. Mən bunu demək istəyirəm ki, hədisin hökmündə ixtilaf eləməyək. Bu qədər. O zaman müəllim, siz səhv danışırsınız, gəlin bunda ixtilaf eləməyək. Qəbul edirsiniz. Bu nə deməkdir müəllim? Deyirsiniz, ixtilaf edirsiniz. Siz sözlü dediniz, mən səhərdən dinləyirəm də, burada insanlar şahiddirlər. Mən ağzımı açıram, siz mənim sözümü kəsirsiniz. Yox, mən sizin sözünüzü kəsmirəm. Mən sizə dedim ki, baxın, mənim gətirdiyim dəlillər nədir onda? Soğan qabığıdır. Valla yemək yemişəm müəllim. Bu saatda da soğan yemək fikrim yoxdur. Yox. Bax, sən düz danışmırsan axı. Təbii ki, mən düz danışmırsan. Sən mənim sözümü, mən sənə deyirəm ki, bu hədisin səhih olmasına əsrimizin təxricatlar, hədisləri təxric etmək üzrə iki dənə böyük mütəxəssis, baxın, istər Şeyx Albani, istər Şüeyb Arnavut, həqiqətən də təxricat elmində əsrin iki dənə böyük alimidir. Məsələn, Şüeyb Arnavut Müsnəd-i İmam Əhmədi təxric edir ki, 15 əsrdə bunu heç kim eləməyib. Heç kim. Yəni, bu adamlar mütəxəssisdirlər bu elmin. Mən bunların sözü ilə ihticac edirəm. Siz deyirsiniz ki, yəni sənin sözün heç nədir. Sənin sözün də yəni dəlil deyil. Məsələ budur. Sənin sözün doğru deyil yəni. Sən gətirirsən Tirmizini. Siz gətirirsiniz İmam Tirmizinin yazdıqlarını qeyd elədiklərini. Baxın, mən nə dedim ki, doğru olmadı müəllim? Heç danışdım ki, doğru olmasın. Bəs mən də deyirəm ki, bəyan elədim, dedim ki, hədisin turuqları var və şavahidləri var ki,
o turuqlar və şavahidlər bəzilərini gücləndirir və hədisi həsən və ya səhih edir. Olay budur. Sən bunu qəbul eləmirsənsə, Mən ağzımı açmadım axı, mən nətər qəbul etmədim. Yox, sən deyirsən ki, sənin dediyin dəlil deyil. Nə vaxt Və ya- dedim dəlil deyil. Burada eşidənlərdən soruşun, yazsınlar. Nə vaxt dedim siz dediyiniz dəlil deyil. Yazsınlar Allah burada Allah. bilirlər. 40 nəfər adam var. Yazsın görüm nə vaxt dedim ki, sizin sözünüz dəlil deyil. Yazsınlar. Ya söhbət Mən eləməyə heç yeri ağzımı yoxdur. açmadım. Ağzımı açıram, Yox, siz əgər, baxın, siz əgər, ya bu cür istidlal edilmir. Mən Bu heç deyildir, istidlal bax o. etmədim axı ki, bu cüründə olsun, olmasın. Mən istidlal Yox, girmədim axı, mən bilirəm. siz İmam Tirmizinin yazdığı ləfsləri gətirdiniz, qövlləri gətirdiniz hədis barədə. Mən də sizə gətirdim əsrimizin 2 dənə təxricat elmi, hədis təxricatı elmi barədə əsrimizin 2 dənə ən böyük aliminin sözü, hansı ki onlar hədislərin turuqlarını və şavahidlərini cəm edərək hökm ediblər. Bəli, İmam Yaşar Tirmizi müəllim, hədis Yaşar müəllim. barədə bəzi qövülləri gətirir. Yaşar İmam müəllim. Tirmizi, baxın bir dəqiqə. İmam Tirmizi hədis barədə bəzi qövülləri gətirir. Lakin Şeyx Albani və Şüheyb Arnavud hədisin bütün turuqlarını və şavahidlərini cəm edərək hədisə hökm veriblər. Bilmirəm, anlada bildim ya yox. Yaşar müəllim, yəni siz danışandan sonra biz danışa bilmərik də mövzu bitdi, yoxsa necə, yəni danışmaq olar? Yo, danışın. Amma mənim dediklərimi təsdiq edin, danışın. Ha. Yo, əgər təsdiq eləmirsinizsə, onda danışmağımızın bir mənası yoxdur. Heç nə Aydındır. qardaş. Heç nə. Aydındır yəni. Yo, Yaşar Yo, müəllim. aydın deyilsə də mən nə deyim da. Yaşar müəllim, sizin dediyiniz aydın. Siz dediyinizi niyə təsdiq eləyək ki? Təsdiq eləmək üzərimizə vacibdir müəllim. Dedim də niyə görə? Siz niyə Mən də görə Şeyx deyirəm, Albani mən sözünə dedim, mən də etimad deyirəm. eləmək istəmirsiniz ki? Yəni, bax bir dəqiqə də, niyə görə Şeyx Albaninin və Şüheyb Arnavutun sözlərinə etibar eləmirsiniz, amma Tirmizinin edirsiniz? Niyə? Mən heç ağzımı açmadım, müəllim. Etimad edib etmədiyimi hardan çıxarırsınız? Yəni, Siz mənə danışmağım əstəğfurullah. vermədiniz axı. Yo, siz deyirsiniz ki, niyə görə biz sizin sözünüzə etibar, mənim sözümə, bu sözləri mənim Nə vaxt dedim, gətirdiklərim mən sizin mənim sözünüzə sözlərim etibar deyil eləməliyim? axı. Nə vaxt dedim? Yo, mən yo, onu? baxın. Sən, Mürşid bəy, siz elə gətirirsiniz ki, elə bir ki, mən Mən heç bir şey öz gətirmədim, sözümü insaflı ol, mən ədalətli özümdən ol, heç də deməmişəm. Mən alimlərin sözünü gətirirəm. Yəni Yaşar müəllim. Alimlərin sözünü haqqınız dedim var, ki, eləyir. baxın, Sözü kəsirəm, hoca. əlbəttə Bir ki, haqq- İmam Tirmizi hafiz olub. Lakin İmam Tirmizi ola bilsin ki, ehtimalən bu hədis barədə burada qeyd elədikləri bütün turuqlarını əhatə etmir. Ona görə bəzi qövlləri gətirib, alimlərin və s. hədisi rəvayət etdikdən sonra. Və belə görsənir ki, yəni bütün hədisin bütün turuqlarını əhatə etmir bu. Yaşar Lakin müəllim. Şeyx Albani və Şüheyb Arnavud bu hədisin təxricini edərkən, elə, baxın, mən sizə başqa qövlləri də gətirə bilərəm. Yaşar müəllim, eşidirsiniz Yaşar müəllim? Bəli. Haqqınızı helal edin, mən canlı sahibidir. Mən ədalətli davranmaq babından heç birinizin sözünü kəsmirəm. Amma yəni siz dediniz ki, yəni biz razı olub çəkilməliyik bir kənara. Belədirsə sözümlə mövzunu bağlayaq. Yəni, Yo, danışmayı belə deyil. Yo, mənim dediklərim güclü dəlildir, möhkəm dəlildir. Mən ona görə deyirəm. Necə ki, bayaq Baxın. özünüz... Yox, Yaşar müəllim, bayaq özünüz dediniz ki, mənim hədis zikr eləyəndə müşid axı bir şey çəkdi. Dediniz ki, mən onu bilmirəm, gətirin. İndi bir dinləyək görək bu müşid hoca nə deyəcək də. İndi siz də elm əhlisiniz, qardaş da elm əhlidir. Görək bu nə deyəcək də. Bir dinləmək yəni, qabiliyyətimiz olmalıdır inşallah hocanı. Çünki bir yarım saat səsini çıxartmayıb dinləyib. Görək qardaş nə deyəcək inşallah. Mən sizin də sözünüzü kəsmək istəmirəm, onun da. Buyurun müşid qardaş. Deməli, Yaşar müəllim müasirlərdən 2 nəfərin sözünü gətirdi. 2 elm əhlinin sözünü gətirdi ki, bu rivayət səhihdir, hətta o həsəndir və ya səhihdir. Bu Şeyx Şüheyb Arnavutun sözüydü. Şeyx Albaninin sözündə isə və mən şəddə irənlər ləfsinə qədər olan yerinin
səhih olduğunu dediyin dedi. Deyilənlər bunlardır. Birincisi İmam Tirmizi'nin rivayeti ki var. Orada İmam Tirmizi öz sözünü demir. Deyir ki İmam Tirmizi. سألت محمدا يعني ابن إسماعيل البخاري عن هذا الحديث فقال سليمان المدني هذا منكر الحديث وهو عندي سليمان بن سفيان. Deyir ki İmam Tirmizi, mən Muhammeddən, yəni İbn İsmail el-Buxari'dən bu hədis haqqında soruşdum. Özü rivayet elədiyi hədis haqqında. İmam Buxari deyir ki Süleyman el-Mədəni ki var bu, munkarul hədisdir. O Süleyman ibn Sufyandır. Yəni bu hədisin isnadında Süleyman var, həmin Süleymanın da munkarul hədis olduğunu İmam Buxari də deyir. Bir dəqiqə, düzəliş edin. Sözümü kəsməyin mənim. Siz İmam Buxari, bir dəqiqə, Mürşid bəy. Bir dəqiqə. İmam Buxarinin, bir dəqiqə söz verir. Nə bir dəqiqə qardaş? Xeyirmi bir dəqiqə? Xeyirmi bir 30 dəqiqə? saniyə, Niyə ki, 30 saniyə. İmam Buxarinin, siz yarım bir saat dəqiqə. danışırsınız. İmam Xeyr, bir Buxarinin dəqiqə bu yoxdur. sözü bu hədisə dəlalət eləmir. Bu Bu sənədə hədis dəlalət haqqında edir. soruşdum. Yox, Hədis baxın. necə dəlalət edir? İmam Buxarinin, baxın Mürşid bəy, siz deyirsiniz ki, Xeyr, siz mənim sözümü kəsirsiniz. İmam Buxarinin bu sözü hədisə dəlalət edir. Hədisə dəlalət etmir. Bir dəqiqə də Sənədə dəlalət edir. Sözümü kəsməyin mənim. Mən sizi Mürşid dinlədim, bəy, siz danışdınız. 25 dəqiqə Siz yanlış danışırsınız. Siz Siz də deyirsiniz yanlış ki, danışırsınız. hədisə Mən dəlalət kəsdim edir. ki- Hədisə dəlalət etmir. Sənədə Həmin hədisdən dəlalət edir. soruşur. Deyir başqa ki, şeydir, bu başqa Səəltu şeydir. Muhammedən, yəni İsmail el-Buxari an hədəl hədisi. Bu hədis haqqında soruşdum deyir. Tərtib-i İləl-i Tirmidiyil Kəbil 597. Necə el bundan danışmır? Sözümü kəsməyin də mənim. Siz danışdınız, mən sustum. İndi siz susun, mən danışım. Deməli bu hədis səhih deyil. Bunu keçdik. Bunu keçdik, getdi. Deyirsiniz ki, başqa tarixlərlə gəlir. Həmin tarihi də oxuyuram. İmam Əhmədin Musnədində 27766 nömrəli rivayətdir. Deyir ki, həddətənə Yunus, qalə həddətənə Leyth, an Əbi Vahbin el-Xavlani, an rəculin qad səmməhu, an Əbi Basat el-Ğifari. İsnadı bu şəkildədir. Deyir ki, bir kişidən onun adını çəkdi. İsnadında mübhəm ravi var. Adı yoxdur, bəlli deyil kimdir. Əbu Vahb el-Xavlani'nin ismi də zaten vahim olarak keçib orada. Çünki Hümeyd ibn Hani'dir o. Hədisin isnadında mübhəm ravi var. Nətər o səhih olur? Bu ikinci dediğimiz şahid. Sonra o biri dediğiniz rivayət İmam Əhmədin Musnədində 21618'dir. Tabarani digərləri də həmin isnadla rivayət ediblər. Orada da Əl-Bəxtəri İbn Übeyd İbn Süleyman var ki, mətrukul hədisdir. Hədisi tərk olunan kimsədir. Bunun harası səhih oldu? Bunun hansı şahidi oldu ki? Söhbət ondan gedir. Milletin gözünə kül üfürürsün. Deyirsin, mən danışdığım soğan qabıdır. Soğan qabığı olsa yaxşıdır. Soğan qabığının faydası var. Soğan qabığı belə deyil. İnsanları aldadırsınız, hədisi yalandan səhih deyirsiniz, bu bir. İkincisi, həmin hədisdə deyir ki, lən yəcməə ümməti alə dalaləti. Aldadana Allahın lənəti olsun. Mən bitirməmişəm. Siz danışanda mən bir dəqiqə, sən iftira atırsan mənə. Bura Davosiyyə, siz dəqiqə deyirsiniz, bir dəqiqə deyirsiniz. Bir dəqiqə də yoxdur. Bu adamın səsini kəsin, qardaş. Yoxsa mən çıxacağım. Siz mənim sözümü kəsirsiniz, xeyr. Siz mənim sözümü kəsirsiniz. Yox, çünki yanlış danışırsan yəni. Yanlış və ya doğru siz dinləməlisiniz. Sizi dinləməli istəyirsinizsə, mən də dinləməlisiniz. Yanlış danışırsan, mən ona sizi görə. Dinlədim. Yanlış və ya doğru. Yanlışımın yanlış olduğunu ispat edersiniz. Sizə vaxt veriləcək. Sözümü kəsməklə ədalətsizlik eləyirsiniz. Sözümü kəsməyin məni. Qardaş, bir dənə haqqınızı alayım. Moderatorlardan kimsə səsini kəsdi. Heç kim qozaların səsindən heç kimin səsini kəsməsin. Qarşı tərəf. Ay qardaş, onda mən nəyə danışıram ki burada? Mən danışan kimi başlayıb danışmağa, mənə danışmağa imkan vermir. Qardaş, qıraqdan baxan cəmaət kör deyil ki, 20-25 dəqiqədir bu adam danışır, mən sözünü kəsmirəm onun. O görünür də qardaş. Elə deyil. Elədir, biz də dinləyirik də sadəcə. Mən də heç... Valla dinləyirsən o zaman imkan verir, mən də danışım da. Ədalətsizlik eləyəsə mən çıxım gedim buradan. Buyur hoca, buyur. Bu məsələnin birinci tərəfi, hədis sənədləri səhih deyil. Hamısı zaten birinin isnadında mətrukul hədis var. Şiddətlə cərh olunmuş ravi var. Bu bir məsələnin birinci tərəfi. İsnad olaraq zəif olduğu bəllidir. Fərz etsək ki səhihdir. Fərz etsək ki səhihdir. Hədisdə keçən ləhvə baxın. Zəif olan ləhv. Deyirsən belə, bax sözümü kəsir. Mən danışıram, mən sözümü kəsir.
Belə dəqiqə. münazirət, belə söhbət Bir dəqiqə olmur. mən bəyan edeyim nəyi Bir zəifdir, dəqiqə nəyi yoxdur, bura səhihdir. davos deyil, Sən müəllim. düzgün Bura davos danışmırsan. deyil, Erdoğan Bir dənə deyil. səbirli Sən olun, düzgün qardaşlar. danışmırsan. Davos deyil Hədisi burada. zəif olan ləfsi deyilir və mən şəzzə ləfsi ilə olan rəvayətinə. Deyil, o deyil. Anlayırsan O nə deyil. deməkdir bu? İsnadında Sən zəif hədis mətruk elmindən bir əsabi var, mətruk. təsəvvürün var sənin. Talha, Ay adam. ədalətli Mürşid müalicə bəy. ya da ki, bağla bunu çıxart. Mürşid Bir bəy. dənə səbirli olun. Hə- Hamıya Vaxt vaxt verməlisən, qardaş, mənə danışmağa. Hədis Mən elmi söyləyim, barədə belə sənin şey təsəvvürün olur. var. Yaşar müəllim. Talha bəy, Müştəq Talha bəy. bir dənə səbirli Mənə olun. 2 dəqiqə söz verin, 2 dəqiqə, 2 dəqiqə. Sizə 25 dəqiqə söz verilir. 2 dəqiqə 25 mənə dəqiqə söz söz verin, verilir. 2 dəqiqə 20 mən dəqiqə çıxıram. Ay mən müəllim. Bunu bəyan Yaşar edəcəm və müəllim, bir dənə- çıxacağım. 2 dəqiqə. Eliyyət Bu adamın müəllim, səsini sizə- Elə şey yoxdur. Sözü 2 deyib dəqiqə. qaçmaz. Arkasında durursun. 2 dəqiqə. Müəllim bir dənə Yox, mən dəqiqə 2 yoxdur, dəqiqə yoxdur, yoxdur. 25 Vay dəqiqə adam. danışmısan. Mən sənə İndi mən deyirəm ki, danışacağım. sənin, Qardaşlar, bir sənin dənə- alimlər barədə dediyin ki, şey qardaş ikisinin də səsini bağladım. İkisinin də hocaların bir ikisinin də dəqiqə, səsini bir bağladım. dəqiqə. İmam Yaşar Hoca bir Buxarinin dənə dediyi dinləyin. sözlər Yaşar Hoca. mən şəzzə Yaşar ləfsi ilə Hoca. olan rəvayətə aiddir. Tamam da hoca. Anlayırsan Ay sən? Yaşar Hoca. Müəllim, hoca. Anlayırsan Yaşar sən? müəllim. Tamam da bir dənə dinləyin. Hamıya ikimizə də vaxt verəcəm. Qoyacam vaxtla. 3 dəqiqə, 5 dəqiqə. O vaxt müddətində Evet, Talha. istəsiz danışın. 25 dəqiqə danışıb adam. Ay adam bu dinləmişəm cahildir. onu. Bu adam başa düşmür. Bu adam hədis elmin bilmir. Bu Mən adam qəşəng cahildir, bilirəm hədis danışdırdım. elmindən Mən həmin rivayəti təsəvvürü oxudum, belə keçdim, yoxdur. digər Sən rivayətlərdən çıxırsan danışdım. burada Mən ağzına heç nə gələni danışmıram. danışsan. Siz İmam, qarabışqıra baxın, sormağı İmam mən Tirmizi, bilməzsiniz. Talha bəy, bu adamın səsini kəsin, mən hədislər aydınlıq Niyə gətirir. kəssin mənim səsim? Yaşar Başa düşmürəm müəllim, mən. ədalətli Söhbət nədən davranın. Niyə gedir? kəssin ki? Bir dənə səbirli Niyə olun. Ədalətli kəssin? davranıram, Yaşar mən müəllim. yalanını deyirəm. İstilatıram, niyə Biz kəssin? hədisin nə ilə istinadlar eləyirik? Müəllim bir dənə İstinad elə- Bir Ona dəqiqə, bir qalanda dəqiqə, biz Yaşar- nə ilə Yaşar Hoca. istidlal edirik? Tamam, Hədisin ay Yaşar əvvəli Hoca. nə yoxsa? Yaşar Hoca. Ona qalsa mən Buyurun. gəl sizin səsinizi çoxdan kəsərdim. Talha İsa bəy, surəsi- Bir dəqiqə, İsa biz surəsi- nə ilə Bir istidlal dənə edirik? bir dənə Hədisin dinləyin. əvvəli ilə ya axırı ilə? Yaşar Hoca, Adamın Yaşar müəllim, dediyi- müəllim deyirəm. İmam Tirmizinin Tamam da dediyi və müəllim, siz İmam haklısınız. Buxarinin dediyi Subhanallah. və mən Yaşar müəllim. şəzdə ləfsi ilə Ay olan Yaşar rəvayətə müəllim. aiddir. Onu Allah- keçdik, başqa Yunus- rivayətləri də oxudum. Siz dinləmirsiniz, çünki bilginiz Anladınız yoxdur mən nə əsərim dedi? haqqında. O rivayəti Yaşar, bir keçdim, dənə mən bilgi- sonra digərlərini oxudum. Bir dənə səbirli olun Yaşar Digərlərini müəllim. oxudum mən, siz dinləmirdiniz. İmam Əhmədin Musnədindən oxudum. O başqa hədislər idi. Tirmizi sadəcə təfərrüd edib 2167 nömrəli hədisdən onun hökmünü oxudum. Keçdim digər rivayətlər, hansı ki Əhməd və Tabarani rivayət eləyib. Zikr etdim mən onu. Siz Yaşar müəllim, onda dinləmirsiniz, bunun belə səsini eləyək. kəsin. Siz Xəyal get can. Aleyküm. Aleyküm salam. Xəyal Bizə get də canla. qardaş, Yaşar Bir dənə müəllim, dinlə, xəyal, bir dənə dinlə. Yaşar müəllim. Xəyal, Bizə də- xəyal. bizə də Ay qardaş, xəyal, bizə də- bir dənə dinlə. Qardaş get canlatsın inşallah. Yaşar Mən- müəllim də gəlsin mən- orada. Xütbə Yaşar versin, çıxsın müəllim. getsin. Yaşar müəllim, bizə şey Mikrofonumu xatırladı. Yaşar mən müəllim, mikrofonumu kəsmə səbirlə. ilə. Moderator. Yaşar Bir müəllim dəqiqə, mən dinləmirsiniz axı. mikrofonu niyə Xütbə kəsirsən vermək sən? istəyirsinizsə Xəyal müəllimin gedin mikrofonu canlasın kəsmə, orada. ay qardaş, səbir elə. Sözümü niyə kəsirsən? Adamın gətirdiyi dəlil. Yaşar müəllim, Allahu səbir Akbar. edin, qarşı tərəfdə. Mən deyirəm ki, Sən adamın bilirsən, gətirdiyi Rəfi. Ben de dəlil deyirəm ki, digər Mən şəzz rivayətlər də ləfsi zikr edin. iləndir. Yapışmışsınız Olan orada. rivayətə 2167-ni keçdim mən. O birilərini də oxudum. Allahu Akbar. Dinləmirsiniz axı. Dinləyin bir də Sən ey oxuyun. mürşid, sən hədis elmindən sıfırsan, heç nə bilmirsən, ay adam. Ola Başa bilər düşürsən sıfır sən? olun. Ola bilər Anlayırsan sıfır məndən, olun. mən sənə Oxuyun, deyirəm ki, oxuduğumu təksib sənin edin. gətirdiyin, Qaynaq verirəm. sənin gətirdiyin sözlər və mən şəzzə ləfsi ilə olan Mən rəvayət şəzz ləfsinə olan rivayət Amma başqadır, biz onu buna mən keçdik. istinad Mən eləmirik. oxuduqlarımda şəzz ləfsi Biz yoxdur istinad zaten. edirik hədisin İsnadı da əvvəli ilə. başqadır. Tamam da. Şəzz ləfsinə olan rivayəti Sizə- oxumuram mən, başqasını Sizə oxuyuram. Onu çatdıra əvvəldə bilmədim. oxudum. Talha Nəyi çatdıra bilmədin? Deyirəm mən başqalarını Bəy. oxuyuram. Xəyal sən dinlə gör mən qarışdırdım yoxsa yox. anladı məndən. Yaşar müəllim, Talha səbir bəy. edin, Yaşar müəllim. Allahu Akbar. Yaşar müəllim, səbir edin. Talha bəy, mənə bir də Yaşar müəllim. bu Aşağıdan adamın heç kim mikrofonu kəsin, qaldırmayın. mən 2 dəqiqə bəyan edim, 2 dəqiqə. Yaşar Sonra müəllim, bir çıxacaq. dənə 2 dəqiqə adamı bəyan bəyan edəsən eləmişsin. ki, hədis elmi nə cür nədir? Ay qardaş. 2 dəqiqə. Bircə dəqiqə Yaşar müəllim, bircə Mənə dəqiqə. bir dənə söz ver. Qardaş, yayın sahibi. Ay Yaşar eşidirsən müəllim, məni, bir yayın yaxdan sahibi. yarım saatdır danışırsınız, yarım saat. Talha, eşidirsən məni? Qardaş, Bir dənə dinlə xəyal, bir dənə mənə dinlə xəyal. imkan vermir da. Sən Dəqiqə bir Ay dənə Yaşar müəllim, Yaşar Buyurun, müəllim. Yarım saatdır danışırsınız. Mən də sizin sözü kəsərdim. Bir... Dəqiqə qoy Talha, dəqiqə. Tamam, bir dəqiqə. Xəyal. Ən azı 25 dəqiqə danışıb yaşayın. 2 dəqiqə deyirəm, bax 2 dəqiqə deyirəm, bax 2 dəqiqə. Sonra çıxacağam, 2 dəqiqə. Qardaş, ekrana bax qoy. Bir dəqiqə səbir. 2 dəqiqə istəyirəm.
Bir dənə bu adamların sözünü Yaşar Niye, müəllim kəsmək niye? sözdür. Sizin Niyə də ayrıcalığınız Yaşar müəllim? var. Niyə? Allahu Akbar. Niye kessin ki? Siz 25 dakikada danışırsınız ha? Talha bəy. Bəli. Benim söz sözüm kesildi. mənimdir. Tamam, adaletli ol. Talha bəy. Bəli. Talha müəllim. bəy. Bəli. 2 dəqiqədən gedim dediyim nədir? Bu adamın dediyi nədir? Yaşar müəllim siz yarım İki saat dəqiqə söz danışdınız. istəyirəm, Qarşı 2 dəqiqə. Qarşı tərəfi dinləmək Allah, ay 2 istəmirsiniz. dəqiqə söz istəyirəm. Ay onda Ben de çıxıram, 20 tamam. dakika söz istiyorum. Gedin qalın orada. Qardaş, yox, bu doğru deyil axı. 2 dəqiqə adam söz istəyir, 2 dəqiqə. Ay kardeş 2 dakika adam söz istiyorum. Bana 2 dakika danışmaya imkan vermedi. Bu Ay qardaş, doğrudur. Hayır. taksir onda deyil, yenə də səndə. Taksir bilirsən nədədir? Yayımı açanda ekrana dəqiqə qoyun. Hayal taksir sənin hocandadır. Bilirsən Niyə? niyə? Kardeş var. Qardaş vaxt qoyun mən Bak ya. deyirəm bunlar cahil insan deyil. Ya. İkisi də ən azından elm əhlidir. Bunu Ya. vaxtı yoxsa mən nə bilim orada. Buyur. Güzel kardeşim. Hayal bak beni dinle axı bak. Bak. Müəllim danışdı Tirmizdə olan rivayətdən. Mən Tirmizdə olan rivayəti oxudum. Bayaq sənə də oxumuşdum. Bəli. Onu oxudum. İmam Buxarinin hədis haqqında hökmünü də oxudum. Dedi ki, Süleyman Əl-Mədəni Munkarul hədisdə bunu keçdim. Qaynağını da verdim, keçdim. Keçdim. Bax, burada zaten canlı yazılır da, sübut edib qabağına qoya bilər hər kəsin. Bəli. Yəni dedim bax İmam Əhmədin Musnədində 27766 nömrəli hədisdir. Həmin hədisi də eyni zamanda Məcmu'l Zəvaiddə Tabarani də rivayet eləyib. Bəşər müəllimin oxuduğu qaynaqlarda keçən rivayətdən danışıram. Deyir ki, İmam Əhməd deyir ki, Həddətənə Yunus, qalə həddətənə Leys an Əbi Vahbin el-Xavlani an raculin qad səmməhu. Sən ərəbcə bilirsən. Deyir ki, bizə Yunus danışdı. Deyir, bizə Leys danışdı. Tərcümə Əbu Vahb eləmək ehtiyac yoxdur, el-Xavlani'dən qardaş. Tərcümə eləmə. hə, adını çəkdiyi bir kişidən. İsnadında mübhəm ravi var, adı yoxdur. Bilinmir kimdir. Bu Bir şey getdi, bu xatırladım, səhv deyil, qardaş. Səbr elə. Gəlirəm Yaşar- digər rivayətə. Digər rivayət oxuyuram. Yenə İmam Əhmədin Musnədində yenə Tabarani də rivayət eləyib. Məcmu'l Zəvaiddə 177 5218. Deyir ki, فإن الله عز وجل لن يجمع أمتي إلا على هدى أخرجه أحمد قال حدثنا أبو اليمان قال حدثنا ابن عياش عن البختري بن عبيد بن سليمان عن أبيه فذكره. İsnaddakı Bəxtəri ki var, Bəxtəri mətrukul hədisdir. Mən bunları dedim. Deyir ki, sən Tirmizdə olan rivayətdən danışsan. Mən Tirmizdə olan rivayəti başda oxudum, keçdim. Təxricdən danışır, təxric elmindən xəbəri yoxdur. Təxrici mən qəşəng bilirəm nə edirəm. Mən illər boyu təxric edirəm. Bu da göz qabağındadır. Onu isbat eləmişəm. Məsələ o deyil. İnsanlar dinləyirlər, qulaq var, beyin var, zehin var, ağıl var. Mən onu oxudum, keçdim. O hədis bitdi Tirmizdəki. Və mən şəddə və s. Ondan sonraki rivayətlər, hansı ki o tarixlərin cəm eləyəndə şeyxlər zikr ediblər, həmin rivayətlərini tək-tək isnadında olan müşkülü zikr elədim. Burada nə problem var? Olar mı indi? Yox, bir dənə səbir Buyur ol, bir qardaşım, dənə. buyur, buyur. Ay qardaş, bircə dəqiqədə mənə buyur deyir. Mən deyim də Qardaş, qoca. bir dənə canlı sahibinə, qardaş, bir yaxdan deyirsən Abi, onda aşağıdakı adamı at da, bloka. hansını? Küfür edirlər burada. Sizin yayımda bizi küfür edirlər, saxlayırsınız. Bu da ədalətlidir. Qardaş, ədalətdən sən danışma. Söz deyir qardaş, silin geçsin yazdım. Mən aşağı Elə şey olmaz. Bizim yayımda sizə belə eləsələr, biz blokka da atırıq, oradan da o tərəfə keçirik. Atın da. Ona görə məni günahlandırma. Mən aşağıya baxmıram. Yemək yeyirəm bu dəqiqə, danışıram, ekrana baxmıram. Bu bir. İkincisi, sən gəlirsən deyirsən ki, belə, nə bilim, qoyun 2 dəqiqə danışsın. 60-70 nəfər adam gördü ki, yarım saat Yaşar müəllim deyirəm, hoca deyirəm, məndən yaşda da böyükdür, elmdə də həm də məndən elmlidir, mən hoca deyirəm. O hoca deyir ki, yox, mən danışdım, məndən sonra nöqtə, heç kim danışa bilməz. Mən də onu gedirəm, xəyal, get canlaz, Yaşar müəllimin gəlsin, qalxsın canlıya, mən hörmətsiz eləmirəm, məndən yaşda böyükdür. Ən azından mənim dinimdə yaşlılara da hörmət var. Get at canlı, Yaşar müəllim gəlsin, orada xütbə versin. Burada xütbəyə gəlməmişdi, burada müzakirəyə gəlmişdi. Deyir, mən danışım, siz danışmayın. Belə Yaxşı, açaram. İcazə ver, mənim fikrimi bildirim, çıxıram. İcazə ver. Buyur. Olar mı? İcazə versən? Ha, indi buyur. Qardaş, yayım açılanda Yaşar müəllim buradan aşağıdan yazırlar, lazım deyil ona. Yəni biz tanıyırıq o kimdir, nə tər ərəb dilini bilir, nəyi nətər bilir. Lazım deyil kimsə nə heç bilmir yazması. Və qaldı ki, ikinci məsələyə, yayım açanda o adamın belə bir ki, xüsusiyyətidir. Mən də bilirəm və bunu özünə bildirirəm. O da elədir də, yəni danışdığı zaman biraz yüksəldir səsini.
Amma bu rafizlərlə də münazirədə belə edir. Amma qaldı ki, ikinci məsələyə, bu ekrana bir münazirə qoyulanda mütləq başladanda dəqiqə qoyulmalıdır. Başdan. Belə şey yaranmır onda. Başdan qoyursan daha belə bir şey yaranmır. 5 dəqiqə bitəndə adamın səsi bağlanır və qarşı tərəf danışır. Mən dediyim səhvdir yoxsa düz, Mürşid bəy? Bir dəqiqə mən deyim də. Mənim sənin təklifin Xəyal qardaş, o normal təklifdir, o reqlamentdir də, əvvəlcədən razılaşdırmaq lazım idi onu. Biz də işimizi bilərdik, bu bir. Məsələ ondadır ki, yəni insan danışır, deyir ki, mən dediyimə xilafına danışma deyir. Qardaş, belə bir şey mən bir dəfədir görürəm. Heç bir insan deməyib ki, yəni biz münazirə eləyəcəyik, söhbət eləyəcəyik, sən mən dediyimin xilafına danışma. Qardaş, belə bir şey var, qardaş. Yox. Aleyküm salam. Baxın, 2 dəqiqə mənə vaxt verin, 2 dəqiqə istəyirəm. Başqa heç nə istəmirəm. Mən bəyan edim bu hədis barədə olan hökmü. 2 dəqiqə. Bütün mikrofonları bağlayın, bir də mən danışım. Sonra çıxıram, nə istəyirsiniz deyin sonra. Talha, quraşdır 2 dəqiqə. Buyursun buradan baxam. Hoca 2 dəqiqə olması 2 dəqiqə 30 saniyə ola bilər danışsın. Buyursun qardaş. Tamam, Bismillahirrahmanirrahim. Mürşid bəyin qeyd etdiyi İmam Tirmizinin və ya İmam Buxaridən gətirdiyi söz bu hədisin və mən şəzzə olan ləfsi ilə olan rəvayətinə aiddir. Mənim dediyim isə bizim yəni mövzuyu bəhsimiz və mən şəzzə ləfsi deyil, hədisin əvvəlidir. İmam Şeyx Albani və Şuayb Ər-Arnavut deyir ki, hədisin əvvəli, yəni hədisin əvvəli səhihdir. Amma Tirmizinin və ya İmam Buxarinin qeyd elədiyi ki, bu hədis münkərdir, hansı ləfslə olan rəvayətə aiddir və mən şəzzə ləfsi ilə olan rəvayətə aiddir. Burada anlaşılmayan nə var ki? Amma bizim mövzumuz axı və mən şəzzə ləfsi deyil axı. Əgər o olsaydı, onda Mürşid bəyin dediyi doğru olardı və mən də təsdiq eləyərdim. Başa düş. Amma bizim mövzuyu bəhsimiz deməli, şey barədədir ki, ümmətin zəlalət üzərində ictima etməz. Hədisin əvvəlidir. Məsələ budur, hədisin əvvəli səhihdir. Zəif olan ləfs və mən şəzzə ləfsi ilə olan hədisdir. Bunu Şeyx Albani də deyir, bunu Şuayb Arnavut da deyir ki, o ləfslə gələn rəvayət zəifdir. Amma o ləfsiz, çünki bu hədis mən əvvəldə qeyd elədim. Dedim ki, həm müxtəsər qıssa ləfslə rəvayət olunub, həm də ziyadə ilə rəvayət olunan hədis zəifdir, amma müxtəsər rəvayət olunan hədis səhihdir. Kimin sözü ilə səhihdir? Mənim sözümdən yox. Şeyx Albaninin və Şuayb Arnavutun sözü ilə. Ki bunlar 2 dənə böyük, mən yenə də deyirəm ki, zamanəmizin 2 dənə böyük imamıdır təxricat elmində, hədis üzrə. Bu qədər, mənim sözüm budur. Mən anlaşılmayan bir şey varsa, deyin, mən cavab verim. Bu qədər mənim sözüm. Onda qardaş, mənim sözümü kim kəssə, sən də onun səsini kəsçinəm. Mən bağlayıram. Bəli, buyurun. Birincisi, həmin hədisin isnadında yer alan Süleyman ibn Sufyan ki var, onun haqqında alimlərin mən qovullərini oxudum. Adama siqa deyən alim yoxdur. Hamısı zəif olduğunu, münkər hədislər rivayət etdiyini deyir. Mən onu zikr etdim, dəfələrlə zikr etdim burada. Bu bir. İkincisi, həmin qovulda Tirmizi deyir ki, Sa'altu Muhammedən, yəni İbn İsmail el-Buxari an hədəl hədisi. Deyir, mən Muhammed ibn İsmail el-Buxari'dən bu hədis haqqında soruşdum. Hədis haqqında deyir. Demir, oradakı ziyadə haqqında soruşdum. Mənə deyir, hədis elmində sıfırsan, o özü bilər. Hər kəsə sıfır saya bilər, mənfi saya bilər, müsbət saya bilər. O onun öz problemidir. Deyir ki, bu hədis haqqında soruşdum. Demədi ki, həmin ziyadə. Ziyadəni demədi orada. Və həmin ravinin halını dedi ki, munkərul hədisdir. Bunun halı budur və başqa alimlərin sözləri də bunu deyir. Ali İbn-i Mədini, sonra Əbu Hatim Ər-Razi kimi mütəqaddim alimlər, bunlar bunu deyiblər. Və bu hədislə istilal edilməsi caiz deyil. Çünki isnadında zəif ravi var. Və keyi yoxdur. Bunun heç bir başqa tarixi yoxdur. Bu hədis bu tarixlə gəlib.
digər Yaşar müəllimin zikr etdiyi təxricat elmində, yəni zirvə olanlar, alim olan 2 nəfərin zikr etdiyi təxricatı, onların zikr etdiyi qaynağın özündən oxudum. Halını da zikr elədim ki, nəyə görə zəifdir? Məsələn, dediyim kimi 21293 nömrəli rivayətdir. Orada da Bəxtəri İbn Beyd İbn Səlman var ki, mətrukul hədisdir. Budur. Digər rivayət yenə də həmçinin isnadına mübhəm ravi var. Bilinmir kimdir. Heç bir vəkillə bunların səhih yönü yoxdur. Mən bunu deyirdim, mənim sözümü kəsdi. Davamında deyirəm ki, fərz edək ki, səhihdir bunlar. Bu rivayət deyir ki, mənim ümmətimi deyir. Ümmətim deyəndə, ümmətin bütün fərdləri ora daxildir. Hər hansı bir zümrəni istisna etmək və ya təxsis etmək üçün əlavə bir dəlil olmalıdır, nas olmalıdır ki, ümmətimdən qəsd alimlərdir, fəqihlərdir, Mədinə əhlidir, Məkkə əhlidir və s. Belə bir istisna olmadığı müddətcə heç kimin istisna eləməyə haqqı yoxdur ki, dəlilsi əsası istisna eləyəcək. Orada da ümmətim gəlir. Ümmətin də zəlalət üzərində birləşməyəcəyini deyilir. Sonra başqa bir şeydir ki, la yecma'ullahu ümməti illə alə hudən. O zəif rivayətdə deyir ki, Allah mənim ümmətimi ancaq hidayət üzərində birləşdirər, cəm edər. Hidayət üzərində də hidayət kitab və sünnətdir. Kitab və sünnət üzərində birləşməyə kim nə deyir ki? Kitab və sünnət üzərində birləşməliyik zaten. Burada heç bir qəbahət yoxdur, burada heç bir problem yoxdur. Bizim danışdığımız, dediyimiz budur ki, kitab və sünnətdən xaric müstəqil bir hüccət qaynağı olaraq icma zikr olunur, qiyas və s. zikr olunur. Biz burada icmadan danışırıq. İcmanın müstəqil, başlı başına hüccət olmasına dair bir dəlil yoxdur. Digər tərəfdən icmanın zaten hər bir icmanın müstənədi olur, dayandığı bir şey olur. Dayandığı bir şey də ya kitabdan ayətdir, ya da sünnətdən hədis şərifdir. Zaten o ayət və ya hədis müsəlmanların hüccətidir. İcmanın hüccəti bizə hüccətdir. İcmanın özü başlı başına bizə hüccət deyil. Bizim dediyimizin sözün xülasəsi budur. Lakin bizə imkan vermirlər sözümüzü deyə. Yəni deyirik ki, siz sıfırsız və s. Məsələ burada sıfırdan, birdən, ikidən, soğan qabığından, sarımsağın özəyindən getmir. Məsələ burada bundan gedir. Hüccət qaynağı. Hüccət kitab və sünnətdir. Bunun xaricində hüccət yoxdur. Kim dəlil gətirirsə, Quran və sünnətdən dəlil gətirməyə borcludur, əgər müsəlmandırsa. Biz bunu deyirik, qardaşım. Məsələ də bundan ibarətdir. Mən də həmin ləfsin üzərində durmadım. Bir daha təkrar eləyirəm. Mən İmam Buxarinin sözünü oxudum. İmam Buxari deyir ki, orada, bu hədis haqqında soruşur, deyir ki, Süleyman Əl-Mədəni və Süleyman ibn Süfyan Quraşidir. O adam munkarul hədisdir. Vəssalam. Demir onun bu ziyadəsi zəifdir, hədisin qalanı səhiddir. Bunu demir bu. Şeyx Albani əgər Yaşar müəllimin dediyi mahiyyətdə bir söz deyibsə, o da dəlil gətirməlidir. Çünki mütəaxir olanlar da, müasir olanlar da hamısı mütəqaddimin elmindən götürərək danışır. Bunların qaynaqlarından danışır. Bunların əlində onların qaynağından başqa qaynaq yoxdur. Həmin raviləri bizzat özləri görüb incələyən şəxslər var. Diri olaraq onların dövründə yaşayıblar. Onların özünü bilavasitə görüblər və ya görənləri görüblər. Bugün yaşayanlar isə onları əsla görməyiblər. Aralarında 1000 ildən çox məsafə var, zaman məsafəsi var. Onların kitablarından oxumağa mükəlləfdirlər, məcburdular. Əgər onların kitabından oxuyubsa, gəlsin desin ki, İmam Buxari filan yerdə dedi ki, Süleyman Əl-Mədəninin sadəcə bu ziyadəsi mərduddur, hədisin qalanı səhihdir, gətirsin, biz də qəbul eləyək. Belə bir şey yoxdur çünki. Təxric kitablarını biz də oxuyuruq. Əlimdə 40 cilddən yuxarı təxric kitabı var. Moderator, bəsdir də, bu nə qədər danışacaq? Siz 25 dəqiqə danışmışsınız, müəllim. Onlar bizə haramdır. Mənim sözüm bitdi, qardaş. Mən məsələ ilə bağlı dəlillərimi də zikr etdim. İcma ilə bağlı etiqadımı da zikr etdim. Məsələ bitdi, qardaş. Bu qədər. Buyurun Yaşar müəllim, siz də tam şəkildə sözü tam bitirin ki, sizin də sözünüzü kəsməyik. Buyurun. Bismillahirrahmanirrahim. Yenə də Mürşid bəyin dediyi yanlışdır. Doğru danışmır. Mürşid bəyin qeyd etdiyi Tirmizinin rəvayəti barədədir. Çünki bu rəvayət axı bir dənə Süleymandan gəlməyib axı. Bir dənə Süleymandan gəlsəydi, yəni şavahidləri və turuqları, başqa ləfslərlə rəvayət olunan turuqları olmasaydı, mən əvvəldə dedim. Bunun turuqları zikr etdim, onların zəifliyini də bəyan etdim. O zəif deyil o hədis.
Ciddi materialleri. Birinin İslam'dan muhtemel var, diğerinde de metot Baxın, var. sən yanlış danışırsan. Şuayb Niye Arnavutdan yanlış danışıram? İspat edeyim sənin də. elmin. Şuayb Arnavut İspat edeyim araşdırıb də. bütün ləfsləri. Bütün ləfsləri mən zikr etdim. qeyd edin Göstərin ki, gələn ki, bəxtləri Bu mətrukun hədis hədis həsəndir və ya səhihdir. Həsən hədisdir və ya səhih hədisdir. Şey deyir bunu Şuayb Arnavut təxricatında. Buxarı elə demir. Özə sözümü kəsməyin. Sözümü kəsməyin. Sən danışdın, mən sözümü kəsmədim.